Salam əziz şagirdlər və abituriyentlər. Bugün 9 Mart 2026-cı il 11-ci siniflərin buraxılış imtahan suallarının bir hissəsinə baxacağıq. Elə isə başlayaq. Birinci sualımızda 828-in kvadratı çıx 72-nin kvadratı bölünsün 378 verilib. Əvvəlcə surəti müxtəsər vurma düsturuna görə açırıq. 828 çıx 72 vurulsun 828 üstəgəl 72 bölünsün 378-ə bərabərdir. 828-dən 72 çıxanda deməli 6, 5, 756 vurulsun 900 bölünsün 378. 378 ilə 756-nı ixtisar aparırıq. 2 qalır. 2-ni 9-a vuracaq. Cavab olacaq 1800. Daha sonra ikinci sualın əlinə baxaq. Ədədi silsilədə A13 yəni 13-cü hədd 58 verilib, 28-ci hədd isə 28 verilib. Bizdən silsilə fərqini, yəni D-ni istəyir. D-nin belə bir düsturu var. AM çıx AM bölünsün M çıx N. Bu düsturda yerinə qoyacağıq. AM-imiz 28, AN-imiz 58-dir. M-imiz 28, N-imiz isə 13-dür. 28-dən 58 çıxanda mənfi 30 bölünsün 28-dən 30 çıxanda 15 cavab ediləcək mənfi 2. Daha sonra növbəti suallara baxaq. Üçüncü sualımızda kosinus 38 dərəcə üzərinə gəlsin kosinus 18 dərəcə verilir. Bizdən istəyir ki, ifadəni hansı şəkildə göstərin. Belə bir düstur var. Kosinus alfa üzərinə gəlsin kosinus beta bərabərdir. 2 kosinus alfa plus beta bölünsün 2 vurulsun kosinus alfa çıx beta bölünsün 2. İndi bu düsturu bura tətbiq edəcəyik. Alfamız 38, betamız isə 18-dir. 2 vurulsun kosinus 38 üzərinə gəlsin 18 bölü 2 vurulsun kosinus 38 çıx 18 bölü 2. Bu da bərabərdir. 2 vurulsun kosinus 38 ilə 18 56 2-yə böləndə 28 38-dən 18 çıxanda 20 2-yə böləndə kosinus 10 dərəcə. Cavabımız bu şəkildə olacaq. Daha sonra dördüncü sualda ABC üçbucağında ABC MN xətti verilir və AC oturacağına paraleldir. Daha sonra AC-ni bizə 20 verib, BE-ni 8 verib, NC-ni 17 verib, bizdən isə MN istəyir. Biz burada oxşarlıq tətbiq edəcəyik. Böyük üçbucağın, yəni üçbucaq ABC oxşardır üçbucaq BMN-ə. Çünki burada bucaq-bucaq əlaməti var. Burada alfa bucağı, burada alfa bucağıdır. Çünki MN xətti ilə AC xətti paraleldir. Burada betası, burada beta olacaq. Bu B bucağı isə hər iki üçbucaqda ortaq bucaqdır. Ona görə bu üçbucaqlar oxşardır. Oxşarlığı tətbiq edək. Burada BE-nin nisbəti, BE-nin BC-yə nisbəti bərabərdir MN-in AC-yə nisbətinə. BN 8 verilib. BC ümumilikdə 25-dir. MN X yazaq. AC isə 20-dir. Burada 25-dən 25 ixtisar gedir. Burada 4. Burada 5 qalır. Çarpaz vursaq. X bərabərdir 8 vur 4 böl 5. Bu da eləyəcək 6 onda 4. Daha sonra növbəti suallara baxaq. Beşinci sualda prizmanın həcmini 120 kub santimetr verib. Daha sonra hündürlüyün 8 santimetr verib. Bizdən oturacağın sahəsini istəyir. Həcm düsturunu bilirik ki, S oturacaq vur H-dır. Elə düsturda yerinə qoysaq, V-ni 120, S oturacaq, yəni elə S oturacaq yazaq. H-ın da 8 verib. Buradan S oturacaq bərabərdir 120 böl 8. Bu da eləyir 1. 120-ni bölək bir dəfə 8, 40-ı da 8-ə bölünə 15. Daha sonra növbəti misala baxaq. Bizdən 6-cı sualda N-ni 40 verib, N-ni A ilə işarə eləyək, N-i 40, uzunluğu B ilə işarə eləyək, uzunluğun K verib, deyir ki, bu düzbucaqlığın perimetrini tapın.
Perimetr düsturu 2 vurulsun, A plus B-dir. Gətirib yerinə qoysaq, 2 vurulsun, A-mız 40, B-miz isə k-dır. Elə cavab bu şəkildə verilib. Daha sonra 67-yə baxaq. 7-ci sualda eni 17-dən böyük bərabər, 23-dən kiçik verib və deyir ki, bu şərt ödəyən natural ədədlərin sayını tapın. Burada n 17, 18, 19, 20, 21, 22 ola bilər. Bu şərti ödəyən 6 dənə natural ədəd var. Daha sonra 8-ci suala baxaq. Sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçinin neçə müxtəlif üsulla seçmək olar? Biz bunu kombinizonla hesablayacağıq. Kombinizon n-dən k-ya düsturu bu şəkildədir. N faktorial bölünsün k faktorial vurulsun n çıx k faktorial. Deməli, məsələyə uyğun yazsaq 24-dən 2-yə, yəni 24 faktorial bölünsün 2 faktorial vurulsun 24 çıx 2 faktorial. Burada sadələşdirsək 24 faktorial böl 2 faktorial vur 22 faktorial. 24 faktorialdan 2 faktorialı biz ixtisar aparsaq qalacaq. Daha doğrusu 24 faktorial belə yazaq. 24 vurulsun 23 vurulsun 22 faktorial. Bölünsün 2 faktorial vurulsun 22 faktorial. Burada 22 faktoriallar ixtisar aparsaq, 2 faktorial da elə 2-yə bərabərdir. 2 ilə də 24-ü ixtisar aparsaq eləyəcək 12. 12-ni də 23-ə vursaq cavab olacaq 276. Daha sonra növbəti suallara baxaq. 69-cu sual 40% verilən ifadənin qiymətinə bərabər olan ədədi istəyir bizdən. İfadəmiz bu şəkildədir. 4,5 vurulsun 1,3-də 2 üzərinə gəlsin 2,5. Əvvəlcə bu ifadəni hesablamalıyıq. 4,5 vurulsun, biz qarşı ədədi düzgün olmayan kəsrə çevirsək, eləyəcək 3-dən, bir dəfə 3-ün 3, üzərinə 2 gəlir 5. Üzərinə gəlsin 2,5. 3 ilə 4,5-i ixtisar aparsaq 1,5 qalacaq. 1,5-i 5-ə vuranda edir 2, 5, 7,5, üzərinə gəlsin 2,5, bu da edir 10. Bizdən istəyir ki, 40% 10 olan ədəd. Ona görə faizə görə ədəd tapanda ədədi 100-ə vurub faizə bölürdük. Yəni 40-a böləcəyik. Burada 10-la bu 0 ixtisar getsə, 100-ü də 4-ə bölsə eləyəcək 25. Daha sonra 10-cu suala baxaq. 10-cu sualda bizə bir çevrə verilib. Burada şəklini çəkək. Deməli, burada bir qövsə söykənən bucaqlar verilib. Deməli, bura 40 dərəcədir. Burada alfa verilib. Bu 40 dərəcə bu qövsə söykənib, həmçinin alfa da bu qövsə söykənib. Biz bilirik ki, daxilə çəkilən bucaq qövsün yarısına bərabərdir. Ona görə qövs olacaq 80 dərəcə. Həmçinin alfa da bu 80-in yarısına bərabərdir. Bu da çünki daxilə çəkilmiş bucaqdır. Ona görə alfa olacaq 40 dərəcə. Növbəti sualların izahını isə növbəti videoda verəcəm.